İkincisine 1 milyar dollardan çox pul xərclənilib. 110 kilo qızıldır. Təmiz qızıl. Hal-hazırki qiyməti tam qızıldan hazırlanıb 2 milyar dollardır. İnanılmaz, yəni dünyada ən bahalı tapıntı. Dünyanın ən böyük muzeyi Misirdə, Qahirədə Böyük Misir muzeyidir. Gəlin mənimlə birlikdə muzeyin içərisində nə var, nə yox baxaq. Tutankamon deməli öldükdən sonra onu mumyalayıb kofinin içərisindən qoyublar və kofinlər sırayla olub. Hamısı qızıldan hazırlanıb, tamamilə təmiz qızıl. Bu tipli onu birinci qoyublar bu mumyada, bu qutunun içinə deyək. Qızılı bəzənləyib. Ondan sonra gəlib qoyublar bunun içinə onu, eyni. Sonra onu götürüb qoyublar bunun içinə. Ondan sonra qoyublar. Allah, millət üstünə gəlir. Bu qutunun içinə. Sonra bunları da qoyublar qutuların içərisində. Hamısı da qızıl, qızıl, qızıl. Yəni dünyada ən bahalı tapılmış incəsənət. Bu arxamda gördüyünüz cənazə isə Tutankamonun ən orijinal, əsas cənazəsidir. Yəni bunun içərisinə qoyulub mumyalandıqdan sonra 110 kilo qızıldır. Təmiz qızıl 110 kilo. Dünyanın ən bahalı incəsənət əsərini görürsünüz. Bu gördüyünüz Tutankamonun maskası olub, öləndə onun üzərinə taxıb bastırıblar. Hal-hazırki qiyməti tam qızıldan hazırlanıb 2 milyar dollardır. İnanılmaz yəni. Bu boyda food court var, yəni yemək ərazisi var. Hətta keçən Starbucks var. Yəni böyük ölçünü özünüz anladınız.